İyulun 1-dən sığorta olunanların sığortaçıda uçotu yalnız fin vasitəsilə aparılacaq. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Belə ki, fevralın 27-sində qəbul edilən qanun iyulun 1-dən qüvvəyə minəcək. Dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə əlaqələndirilir. Daha əvvəl, sığorta edənlər tərəfindən muzlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən, sosial sığorta nömrəsi və fin məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradırdı və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olurdu. Həmçinin, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da fin üzərindən aparılırdı. Bununla əlaqədar, sığorta olunanların sığortaçıda uçotunun yalnız fin ilə aparılması məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Dövlət Sosial Sığorta Sistemində fərdi uçot haqqında və əmək pensiyaları haqqında qanunda dəyişiklik edilməsi ilə bağlı qanun qəbul edilib. Qanunda sığorta olunanların sığortaçıda uçotunun yalnız fin ilə aparılması təsbit edilib. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək. Sözü gedən layihənin qəbul edilməsi sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək.